Bayaqları mənə SMS gəldi ki, bəs Access Bankda sizin kartınızı, ümumiyyətlə bütün kart şeylərini məhdudlaşdırmışıq da. Vəbşi nəsə belə bir şey gəldi ki, kartdan yəni ki, istifadə edə bilməyəcəksən. Nötr yəni kartdan istifadə edəməyəcəksən. Mən də yaxşıdır ki, ümumiyyətlə Access-dən istifadə etmirəm. Mənim elə bir ki, VN-ə bağlı hesablarımdan biri də Access-dir. Yəni axırıncı dəfə nə bilim 6-7 ay qabaq istifadə eləmişəm. Bəlkə də 1 ildir istifadə eləmirəm. Yadımda deyil nə qədər, amma istifadə eləmirəm hal-hazırda. Təsəvvür eləyin ki, sonra xəbərlərdə oxudum ki, Express Bank və Access Banka kiber hücum olub və 1 milyard, ən az 1 milyard manat kartlardan pullar oğurlanıb və Access Bank da bunu görüb böyük ehtimalla bütün kartları elə bir ki məhdudlaşdırıb da. Bütün kartları Access Banka məxsus nə qədər neçə min kart varsa təsəvvür edirsiniz. Yəni ki, əməliyyatları tam dayandırıb ki, bəs oğurluq hadisəsi davam etməsin. Yəni görün, nə dövrdə necə boşluqlar var hələ də bank sistemində. Hələ də bu təhlükəsizlik şeylərini qoruyub saxlaya bilmirlər. 1 milyard manat nə deməkdir oğurlansın? 1 milyard manat bu oyuncaq deyil, bir şey deyil. Bunu necə qoruyub saxlaya bilmirsiniz? Siz bank sistemisiniz. Siz ən böyük bu dəqiqə təhlükəsizlik sistemi sizdə olmalıdır. Ən böyük kiber təhlükəsizlik şeyləri sizdə olmalıdır. Nə bilim valla. Yəni adam dəli olur bugünkü gündəki 1 milyard manatlıq kiber hücum olur. Həm Express Bank, həm də Access Bank. Yaxşıdır, yenə deyirəm, mən işlətmirəm kart. Çünki mənim kartımdan pulları olunansa, Access onu qaytarandır, inanmıram. Qaytarsa belə, yəni Azərbaycanda bilirsiniz də bu proseslər necə süründürməciliyidir. Ora get, bura get. Nə bilim, filan ərizəni gətir, filan məktubu gətir, o pulu sənə aid olduğunu sübut elə. Nə bilim, 50 dənə şey ki, oradan sənin bəlkə bir 100 manat, 200 manat puluvu elə geri ala biləsən. Yəni çox şükür ki, 1 manat nə qədər pulum var idi, o da elə. Qazi! Dostumdur, Qazidir özü. Qazi qışqıran kimi sağa sola baxır. Buradan keçər də yəqin avtobus. Yerə qoymuşam. Keç daha keç. Cəmaət da ölsün. Keçim qabağa. Sən var mənə vurmasalar yaxşıdır. Gedən günlərim oldu. Güya tez durdum. Qəşəng girəcəm, montaj falan eləyəcəm. Yuxum gəldi, uzandım, yatdım, gözümü açdım. 1 saat 12-nin yarısıdır. Tez bazar dur, qaç, əynimi geyin, dişlər viyo, çıx işə. Ona görə də çox verimsiz yəni. Tez durub, özdə bu günü sıxırdım ki, bu gün rahat montajımı eləyəcəm. Dünən montaj zət eləmədim. Keç də baş və dönüm. Mən nə qarım sana da? Mən sənə yol verəyirəm. Sən keçməyirsən. Öpürəm səni. Olanların qurduğu səmimiyyət, səmimi 2 saniyə. Öpürəm səni. Sağ ol, brat. Yəni bu qədər sürətli səmimi ola bilir oğlanlar. Dayı çay üstümə niyə atsan ay başıma dönüm? Bir gün yandıracaqlar insan. Keçən dəfə də çay üstümə atdı kimsə. Çay dayıqlı az qalsın çay üstümə tökür. Bu motosikletlərə baxın çay atanda bala bu yandırıb tökərsiniz bizi. Hey, gedək yavaş-yavaş 3 dənə sifariş götürmüşəm. Üçünü də inşallah verim. Oradan da birbaşa və bu konturu çatdıra bilmirəm. Hesab tutan adam deyiləm. Yəni hesabımı bilən adam deyiləm. Necə bilən adam deyiləm? Adam var ki, hər şeyini hesablayır. Məsələn, bu ay qidaya bu qədər xərclədim. Tutaq ki, kommunala bu qədər xərclədim. Məndə o xasiyyət yoxdur. Hətta cibimdəki pulun sayını belə heç vaxt bilmirəm. Yəni cibimdən pul düşsə, itsə, bunu heç vaxt hiss eləməyəcəm. Və yaxud da ki, nə bilim, hardasa bir tutaq hansısa kartımda nə qədər pul var soruşum, bu dəqiqə bilmirəm. Tam səmimi deyirəm. Yəni müəyyən vaxtı filan qədər görürəm ki, artıq bitdi məsələn və ya bitənə yaxındır. Pul yükləyirəm ora. Yenə müəyyən vaxt nə vaxt ki qurtarır, o vaxta kimi o pulu işlədirəm. Nə bilim, restoranda oturanda və yaxud da ki hardansa nəsə alanda pul xərclənir istər-istəməz. Benzin alıram, onu alıram, bunu alıram. Amma belə yəni hesabımı bilən adam deyiləm. Təbii ki, bədxərcliyi də çalışıram etməyim. Gəlirimdən çox xərcləməmişəm bu vaxta qədər. Mən elə düşünürəm yəni. Heç vaxt şükür Allaha borc ehtiyacım olmayıb. Kimdənsə borc götürüm. Hayda mən gəldim, düz gəlmədi. Nəysə. Buradan dönərik sola. Amma hər bir halda hesab tutan adam deyiləm. Hesab tutan adam deyiləm. Ona görə nə qədər kontur vururam, bunu bilmirəm açığı. Amma belə təxmini hansı tarifə qoşulmuşam, təxmini onları bilirəm. Bilməsəm belə, hesab tutmasam belə hiss eləyirəm ki, dəhşət çox gedir kontura.
Yəni belə deyim də, rahat bir ay ərzində 25-30 manat rahat gedir. Ki mən elə də yəni çox internet və yaxud da ki danışıq işlədən adam deyiləm. İşimlə bağlı təbii ki, salam əleykum filan yerdəyəm, çatmışam, nə bilim, ünvan soruşuram, eləyirəm. Amma da yəni saatlarla mən nə bilim o müştəri ilə danışım, bu müştəri ilə nə bilim. Onu ilə belə və yaxud da internet də həmçinin. Bütün günü nə bilim oyun oynayan deyiləm zaten. Adətən nə bilim PUBG falan oynayanda internet gedir. Mən ümumiyyətlə PUBG həyatımda oynamamışam. Heç oyunun nə olduğunu belə bilmirəm. O öz yerində. Ondan əlavə də yəni YouTube-a falan da girən deyiləm. Arada bir girərəm, eləyərəm. Nə isə dinləyəcəmsə də onu yükləyirəm qabaqcadan, telefonumda saxlayıram, elə offline formada dinləyirəm. Amma digər ki, qardaş, bu internet hara gəlir, hara gedir bilinmir. Bir dənə sifarişimi verim, gəlirəm dostlar. Burada saxlayım. İnşallah burada cərimə gəlməz. Operatorlardan danışırdıq. Çox biabırçı dərəcədə qiymətləri artırıblar. 2-3 dənə sərfəli Azərseldən xüsusilə 2-3 dənə sərfəli şey var idi. Mən o Azərseli sırf asan imzaya görə işlədirəm. O da ki, ən ucuz paketi alıram. O da məcbur eləyir almağa. Çünki almason asan imza işləmir. Onu da ləğv eləyiblər artıq. Deyir ki, ən ucuz paket mən tutaq ki, eləyirəm 10 manata. 4 manata, 3 manata sən ucuz paket tapa bilməyəsən. Niyə? Mən işlətmirəm axı onu. Sırf asan imzaya görə mən işlədirəm. Belədir qardaş deyir, belədir. Və keçən dəfə açıqlama verdilər ki, mobil operatorlar gündə 1 milyon manat gəlir əldə edirlər. 1 milyon manat. Bu təkcə bunların saf gəliridir, hansı ki bir gündə. Və bunu statistika komitəsi açıqladı. Nə bilim, kimsə açıqladı. Xəbəri tapsam ataram şərhə. Yəni ki, bu bunların ümumi qazancıdırmı, yoxsa tək qazancımdır, onu deyə bilmərəm. Mən yəni xəbərdə onu görmədim, açığı deyim. Lap olsun ümumi qazanc yenə də çoxdur qardaş. Günə 1 milyon. Onsuz da gör nə qədər operator var ya. Lap olsun 4 dənə, 5 dənə. Qardaş, çoxdur. Əsas 3 dənə operator yəni xod gedir də bir dəqiqə. Yəni böyük əksəriyyətinin də qazancında onlar əlində tuturlar. Və yenə də bu qədər qazanmaqlarına baxmayaraq çox yavaş qardaş, ona da sürməkdir. Bax, çox yavaş qardaş, ona da sürməkdir. Bu xəstə deyirsən. ST 137. Normalda nömrə oxumuram, amma sənin nömrəvi oxudum. Sürürsən, cəmaatın üstünə niyə sürürsən? Avtoşda yersən, get qıraqda elə də. Neysə. Sözüm ondadır ki, konkret olaraq mobil operatorlar elə bil ki, öz monopoliyalarını yaradıblar. 3-4 dənə mobil operator deyir ki, qardaş, belədir. Xoşunuza gəlmirsə, gedin daş dövründə yaşayın, telefondan istifadə eləməyin, internetdən istifadə eləməyin, danışmayın heç kimdən. Budur deyir. Xoşuna gəlmir, get başqa ölkədə də yaşa onda. Niyə bu qədər sərtləşdirirsiniz qanunları? Ha kişi, əvvəl 2 manat kontur vururdun, çox uzağa getmirəm. Cəmi 4-5 il qabaqdan gedir söhbət. 2 manatdan sən bir ay telefon işlənirdi. İndi 1 manata, 2 manata sən bir gün telefonun açıq qala bilər. Əgər heç bir şeyə qoşulmamısansa, tarifə qoşulmamısansa. Bir gün. Bilirsiniz bu nə deməkdir? Birdən-birə 30 gündən bir günə saldılar. Bir gün ha kişi. 2 manat az puldur mu? 1 manat az puldur mu? Yəni sən an az 20 manat mı nə qədərsə pul vurmalısan ki, heç 20 manat da yox, bəlkə də çox. Nömrən bağlanmasın. Bir ay ən az. Və tariflər də demək olar ki, bütün mobil operatorlara aiddir bu. Bütün tarifləri 28 günə salıblar. 28 günə salıblar. Çünki 30 gündən 28 günə salanda deyirsiniz ki, əşi, gözünüzə bəlkə də az görsənir. Deyirsiniz ki, əşində 2 günün, 3 günün söhbətini eləməyək. Halbuki bu adamlar əvvəl bir ildə 12 paket satırdılarsa, 12 tarifə pul ödəyirdiksə, indi il ərzində 13 tarif alırıq. Bir tarif artıq alırıq. Çünki o 2 günü, 3 günü toplayanda gəlir 1 ay edir il ərzində. Başa düşürsünüz indi nəyi deyirəm mən? Söhbət 2 gündə, 3 gündə, söhbət saskada, kalbasada deyir. Oturub hesablayanda gör nəyə gəlir çıxır. Təbii ki, mən də xırdaçı adam deyiləm, amma bunların hərəkətinə baxanda adam dəli olur. Vallahi yəni çatdırmaq olmur ki, bu operatorları elə bir ki, pulumuz ancaq operatorların konturuna gedir, danışığına gedir. Ay kişi, internet nədir? Dünyada bu dəqiqə internet dünyanın ən əl satan şeyidir. Biz interneti qram-qram nəzarət altında işlədirik ki, birdən qutarar. Bir də kimdi gedib bir də nə bilim 15 manat verib təzə paket almaq. Ay bu nə interneti burax, elə su qiymətinə cəmaət internet dövrüdür. Bu işlətsin də. Bu nə zamana deyir ki, interneti od qiymətinə edirsiniz. Hələ bu şeylərə bax, ev internetlərinə bax. Mən özüm Sitinet işlədirəm. Ki aralarında ən belə şey babatı budur. Sitinet. Bu Sitinetin özü də əvvəl 18 manat idi. İndi elədi 25 manat. Söhbət yəni burada 7 manatdan gedir.
7 manatdan. 7 manat. Buranın yolu biraz apasındır. Hə. 7 manat qaldırdı birdən-birə. 18-dən 25 manata. Təxmini 40% mi nə qədər qaldırdı qiyməti? Və bunu bütün şeylər elədi ya. İnternet providerlar elədi. Arkadaş, nə istəyirsiniz bu cəmaatdan? Bu internet bugünkü gündə su kimi insanların əsas tələbatıdır da. Yəni sudur, çörəkdir, bu da internet də elədir yəni. İndi həqiqətən elədir ya. Yəni bugünkü gündə ən yaşlı insan belə internetə əlinin altında olmasa, açıq danışaq da, indi bu dəqiqə kimdir, nə dövrdür ki, hamı görüntülü danışır nəvəsi ilə, nə bilim, qızı ilə, oğlu ilə, onunla, bununla. İndi də yaşlı nəsil də interneti bilir, işlədir. Ki burada yəni ki pis bir şey yoxdur, təbii ki. Bugünkü gündə yəni internet artıq həqiqətən ən belə dağlıq yerlərdə belə baxırsan ki, artıq gedir internet çatır. Yaxşı, çatır çatmağına. Bəs internet insanlara cibinə uyğundurmu? Söhbət bundan gedir. Və yaxud da danışıq uyğundurmu? Deyil. Deyil qardaş. 25 manat nə puldur? Cəmaət minimal əmək haqqı 400 manat olan ölkə üçün 25 manat çoxdur. Hə, və bu hələ minimal tarifdir ya. Yəni siz ən aşağı tarifi 25 manat alırsınız. Olmazmı bunu eləyəsiz? 12 manat, 13 manat. Hamı cəmaət dağışı birləşir, qonşu ilə zadla internet işlədir. Gör nə günah qalmışıq ki, 2-3 dənə qonşu birləşir, deyir ki, ay qonşu, sənin internetin həm o qonşu, həm mən çatır. Gəl sənin internetindən üçümüz işlədək. 25 manatı da indi bölərik, 7 manat mı eləyir, 8 manat mı eləyir? Nə qədər eləyir? Bizdə çünki şey eləmir, sərf eləmir. Yəni bu internet nə olan şeydir ki, bunu da bölürük. Həqiqətən artıq bilmirəm. Yəni və hər şey də günü-gündən də artır. Günü-gündən də bu internet biraz gələn il və yaxud da elə bu il sonuna kimi artmayacağına heç kim əminliklə deyə bilməz. Çünki vaxt var idi 18 manat da deyil idi də, internet az idi. Vaxt var idi 10 manat idi. Düzdürmü? Sonra elədilər 18 manat, sonra elədilər 25 manat, birazdan eləyəcəklər 30 manat və yaxud da daha çox. Və niyə nəzarət yoxdur bunlara? Niyə nəzarət edilmir bu monopoliyaya? Bilmirəm. Mən o qədər o işin mütəxəssisi deyiləm, bilmirəm. Amma hər bir halda çox insanları yığırlar bu qaca. Onu deyə bilərəm. Çatdıq, sifarişimizi verək. İnşallah əgər qismət olsa davam eləyərəm. Olmaz, oradan da gedərəm evə.